Hər kəsə salam. Bu gün mən sizə mövzu sınağının izahını verəcəm. Baxaq birinci suala. Deyir ki, Sərdar pulunun 4/1-ni kitab, qalan pulunun 5/1-ni dəftər aldı və Sərdarın 90 manat pulu qaldı. Sərdar dəftərə neçə manat pul verdi? Əvvəlcə Sərdarın pulunu X ilə işarə edək. Yəni tutaq ki, X manat pulu var. Deməli pulunun 4/1-nə kitab alıb. Yəni kitaba nə qədər pul xərcləyib? X manat pulu var idi. 4/1-ni kitab alıbsa, deməli 4/1 X xərcləyib. Sonra qalan pulunun 5/1-nə dəftər aldı. Deməli 4/1 X xərcləyibsə, demək X manat pulu var idi. 4/1 X xərcləyibsə, bunun qalan pulu olacaq 4/3 X. Qalan pulunun, yəni 4/3 X-in 5/1-nə dəftər alıb. Yəni vurulsun 5/1. Görək nə qədər dəftərə pul xərcləyib. Olacaq 20/3 X. Aha. Deməli, baxın, Sərdarın X manat pulu var. 4/1 X, bir də 20/3 X xərcləyib. Onda qalan pulu nə qədər olacaq? X çıxılsın, xərclədiyi pulları toplayırıq. Üstə gəlsin 20/3 X. Bərabər olacaq, qalan pulu 90-dır. Buradan x minus, bunları ortaq məxrəcə gətirsək, olacaq 20/5x plus 3x bərabərdir 90-a. Buradan x minus 20/8x bərabər olur 90-a. X 20/20 deməkdir. 20/20-dən 20/8 çıxırıq, olur 20/12x bərabər olur 90-a. Buradan x-i tapsaq 90-ı vurmalıyıq 12/20-yə. İxtisar edirik, 4-ə bölürük 3, 4-ə bölürük 5, 3 ilə 90-ı ixtisar aparırıq, oraya düşür 30. Deməli, bərabər olur 30 vurulsun 5, bərabərdir 150. Deməli, Sərdarın 150 manat pulu var idi. Sərdar dəftərə neçə manat pul verdi? Deməli, dəftərə 20/3 X pul xərcləyib də. X 150-dir. 20/3-ü vurarıq 150-yə. Burada ixtisar edirik. Olacaq 2-də 15-i çevirsək 45. 45-i 2-yə bölsək 22/5. Deməli, dəftərə 22/5 yəni manat pul xərcləyib. Doğru cavab C variantı. Baxaq ikinci suala. İkinci sualda deyir ki, A ədədi B ədədinə tam bölünərsə. Bu kəsri sadələşdirir. Deməli, A ədədi B ədədinə bölünərsə, yəni A bölünəndir, B böləndir. Bir ədəd digərinə tam bölünürsə, biz həmin ədədlərin əkobunu bölünən götürərdik. Yəni, əkob AB bərabər olacaq A-ya ilə bölünənə. Əbob AB bərabər olacaq B-yə, yəni bölənə. İndi burada həmin verilən kəsirdə bunları yerinə yazıb sadələşdirək. Olacaq yuxarıda. Əkob AB, yəni A. Üstə gəlsin əbob AB, yəni B. Bölünsün əbob AB, B. Bölünsün əkob AB. A-ya. İndi bunu sadələşdirək. Yəni A üstə gəl B, bölünsün B böl A nə deməkdir? Yəni A-da B-dir. Bərabərdir. A üstə gəl B, bölünsün A-da B. Yəni böləndə də ikinci kəsi tərsinə çevirib vururuq. Yəni A üstə gəl B-ni vurmalıyıq B-də A-ya. İndi bunu sadələşdirək. B məxrəcdə qalacaq. A plus B-ni A-ya vursaq, olacaq A kvadratı üstə gəlsin AB. Biz yenidən tək-tək bölək surətdəki toplananları məxrəcə bölsək, olacaq A kvadratı bölünsün B, üstə gəlsin AB bölünsün B. AB-ni də B-yə bölsək, B-lər ixtisar gedər, qalar A kvadratı bölünsün B, üstə gəlinsin A. Yəni burada doğru cavab A variantıdır. Baxaq növbəti məsələyə. Deyir ki, 2 yük maşını Bakıdan Laçına yük daşıyır. Birinci avtomobil gedib qayıtmağa 24 saat, ikinci avtomobil isə 30 saat vaxt sərf edir. Onlar eyni anda Bakıdan hərəkətə başladıqdan ən azı neçə saat sonra yenə də hər ikisi eyni anda Bakıda olarlar. Deməli, birinci avtomobil gedib qayıtmağa 24 saat vaxt sərf edir, ikinci avtomobil isə 30 saat vaxt sərf edir. Deməli, biz hər iki periodun əkobunu tapmalıyıq ki, görək bunlar, yəni neçə saatdan sonra, ən azı neçə saat sonra hər ikisi eyni anda Bakıda olarlar. Deməli, biz əkob 24, 30-u hesablamalıyıq. Burada 24-ü yazacağım. Əkob 4 vurulsun 6 kimi. 30-u da yazıram 5 vurulsun 6 kimi. Buradan 6-nı, yəni hər ikisində eyni vuruqlarda 6. 6-nı əkobun xaricinə çıxaracağım. Olacaq 6 vurulsun əkob 4, 5. 4 ilə 5 qarşılıqlı sadə ədədlərdir. Əkobu bir-birinin hasili olacaq. Yəni 4 vur 5, 20. Buradan da 6 vur 20 bərabər olacaq 120-yə. Deməli, hər iki avtomobil ən azı 120 saat sonra hər ikisi eyni anda Bakıda olacaqlar. Baxın, doğru cavab D variantı. Baxaq növbəti məsələyə. Deyir ki, n-in neçə natural qiymətində n kvadratı plus 4n plus 60 bölünsün n kvadrat kəsirin qiyməti natural ədəd olar. Yəni n kvadratı plus 4n plus 60 bölünsün n kvadrat. Bu kəsirin qiyməti natural ədəd olacaq. Bunun üçün biz surətdəki toplananların hər birini məxrəcə bölməliyik. Yəni n kvadratı böl n kvadratı, üstə gəlsin 4n böl n kvadratı, üstə gəlsin 60 bölünsün n kvadrat. Bunlar ixtisar gedir. N-lə də məxrəcdəki birin ixtisar gedəcək. Qalacaq 1 plus 4 plus 60 bölünsün n-in kvadratı. İndi bu ifadənin, yəni bu cəmin natural ədəd olması üçün n mütləq 60-ın böləni olmalıdır. Yəni n 60-ın böləni olmalıdır ki, burada kəsir alınmasın da, yəni natural bir ədəd alınsın. İndi 60-ın bölənləri üçün n-in yerinə 1 olsa, 1-in kvadratı 1-dir, yəni 60 1-ə bölünür. Daha sonra n 2 olsa 2-nin kvadratı 4, 64-ə bölünür. 3 olsa 9 olur, 69-a bölünmür. Biz burada 60-ın bölənlərini yazsaq, baxın 60-ın bölənləri 1, 2, 3, 4, 5, 6, daha sonra 10, 12, daha sonra 15,
20, 30, bir də 60 olur. Baxın, bu bölənlərin içərisində, yəni tam kvadrat olan ədədlər hansılardır? 1-dir, bir də 4-dür. Yəni deməli n ancaq 1, bir də 2 olarsa, bu kəsir, yəni bu cəm natural ədəd olacaq. Deməli n-in ancaq 2 natural qiymətində ödənir bu. Baxaq 5-ci sualı. Deyir ki, A paraleldir B-yə. Beta minus alfa bərabərdir 20 dərəcə olarsa, alfa bucağı beta bucağının hansı hissəsini təşkil edir? Deməli, iki paralel düz xəttin kəsənlə əmələ gətirdiyi bu alfa beta bucaqları daxili bir tərəfli bucaqlar. Yəni alfa ilə betanın cəmi 180 dərəcə olmalıdır. Bu daxili bir tərəfli bucaqların xassəsinə görə. Bir də şərtdə verib ki, beta minus alfa bərabərdir 20 dərəcəyə. Bunları bir sistemə alsaq və tərəf-tərəfə toplasaq, alfalar islah olunur. Yerdə qalır 2 beta bərabər 180 ilə 20-ni toplayırıq, olacaq 200. Buradan betanı tapsaq, beta olacaq 100 dərəcə. Gətirib hər hansı bir tənlikdə betanı yerinə yazsaq, alfanı tapsaq, alfa olacaq 180 minus 100 bərabər olur 80 dərəcə. Deyir ki, alfa bucağı betanın hansı hissəsini təşkil edir? Yəni demək istəyir ki, 80 dərəcə 100 dərəcənin hansı hissəsini təşkil edir? Onun üçün 80-i böləcəm 100-ə. Bu da olur 0,8. Yəni A B-nin hansı hissəsini təşkil edirdisə, A-nı B-yə bölmək lazımdır. Burada doğru cavab 0,8. Y variantı. Baxaq 6-cı məsələyə. Deyir ki, kəsiri düzgün kəsir edən ən kiçik tam ədədi tapın. Deməli, düzgün kəsir surət məxrəcdən kiçik olan kəsirdir. Burada məxrəci verib 8n-24, surətdə 5n plus 9-dur. Düzgün kəsir olması üçün 5n plus 9 məxrəcdən kiçik olmalıdır. Yəni 8n-24-dən kiçik olmalıdır. Burada 5-ni keçirdəcəm 8-nin yanına, mənfi 24-ü də keçirdəcəm 9-un yanına. Olacaq 9 plus 24 kiçikdir 8n minus 5-ni. Olacaq belə. 33 kiçikdir 3n-dən. Buradan alır ki, hər tərəfi 3-ə bölsək, olacaq 11 kiçikdir n-dən. Bu bərabərsizliyi ödəyən n-in ən kiçik tam qiyməti olacaq 12. Doğru cavab A variantı. Baxaq 7-ci məsələyə. İfadəsinin qiymətini tapın. Aha. Əvvəlcə mötərizənin içərisində hesablayaq. 1-dən 3-də 1 çıxırıq, olur 3-də 2, vurulsun. 1-dən 5-də 1 çıxırıq, olur 5-də 4. 1-dən 7-də 1 çıxırıq, olur 7-də 6. Buna da çıxmalıyıq 140-da 29. Burada deməli, ixtisar aparsaq, 3-dən 6-nı ixtisar apar. Bura düşür 1, bura düşür 2. Başqa ixtisar yoxdur. Olacaq, məxrəcə vuruq. 5-i 7-yə vuruq 35, sürətləri vuruq sürətlə yazıq. 2 vur 4, 8, 8-i 2-yə vuruq 16. Olur 35-də 16, çıxılsın 140-da 29. Bunları da ortaq məxrəcə gətirib çıxırıq. Ortaq məxrəc olacaq 140. 140-ı 35-ə bölürük 4, 16-nı 4-ə vuruq 64. Çıxılsın 29. Bərabər olacaq 140-da 35. İndi bunu da ixtisar edirik. Olur 4-də 1. 4-də 1 elə 0,25 deməkdir. Doğru cavab Y variantı. Baxaq növbətiyə. Deyir ki, əkrob 150-48-i tapın. Bunu sadə vuruqlara ayırıb da yazmaq olar. Burada mən 150-ni yazacağım 25 vur 6 kimi. 48-i də yazıram 8 vur 6 kimi. Buradan hər ikisindən 6 vuruğunu əkrobun xaricinə çıxardacağım. Olacaq 6 vurulsun əkrob 25, 8. 25 ilə 8 qarşılıqlı sadə ədədlərdir. Əkrobu olacaq 25 vurulsun 8, yəni 200. Qabaqda da 6 var. 6-nı da vursaq 200-ə olacaq 1200. Yəni doğru cavab B variantı. Baxaq növbəti məsələyə. Bu deyir ki, bu kəsirləri müqayisə edin. Bu kəsirlərin məxrəcləri də müxtəlifdir, sürətləri də müxtəlifdir. Biz ya məxrəcləri eyniləşdirə bilərik, ya da sürətləri eyniləşdirə bilərik. Ondan sonra müqayisə etmək asandır. İndi bizim məsələdə sürətləri eyniləşdirmək daha əlverişlidir. Burada məsələn birinci kəsiri, yəni A bərabərdir 7-də 10. Bu kəsirin sürət və məxrəcini 100-ə vuracam. 10-u 100-ə vururuq 1000, 7-ni 100-ə vururuq 700. Bu olur 700-də 1000. İkinci kəsiri 77-də 100-dür. Bu kəsirin sürət və məxrəcini 10-a vuracam. Olacaq 770-də 1000. Növbəti kəsir 777-də elə 1000-dir. Yəni bunun sürəti 1000-dir. Baxın indi bu 3 dənə kəsirin üçünün də sürəti eyni oldu. Hər üçün sürəti 1000-dir. Sürətləri eyni olan kəsirlərdən məxrəci kiçik olan kəsir böyük olur. Baxaq məxrəci kiçik olan kəsir 700-dür. Yəni 700 770-dən kiçik, 770 də 777-dən kiçikdir. Yəni məxrəci kiçik olan kəsir böyükdür. Ona görə A böyük olacaq B-dən, B də böyük olacaq C-dən. Doğru cavab B variantı. Baxaq növbəti məsələyə. A paraleldir B olarsa şəklə əsasən X-i tapın. Buradan çəkim şəkli. Baxaq. Deməli bunlar paralel gedir. Baxın, əgər bura alfa, bura beta, ortadakı bucaq X-dirsə, yəni belə bir şəkil veriləndə X bərabər olurdu alfa plus betaya. Yəni bu doğrudur. İndi biz burada verilənlərə əsasən, deməli, yəni bu şəklə əsasən 6x minus 50 bərabər olacaq 2x minus 10 üstə gəlinsin
3x minus 15. Bu tənliyi həll edib buradan x-i tapaq. Olacaq 6x minus 50 bərabər 2x-dən 3x toplayırıq 5x, mənfi 10-dan mənfi 15, mənfi 25 olur. 5x-i sola, mənfi 50-ni də sağa keçirir. Olacaq 6x minus 5x bərabərdir mənfi 25 plus 50. Buradan x bərabər olur 25-ə. Deməli, x-i tapdıq, 25 dərəcədir. Doğru cavab D variantı. Baxaq növbəti məsələyə. Deyir ki, A bərabərdir 12/4 ədədinin natural bölənlərinin sayını tapın. A bərabərdir 12/4. Əvvəlcə bu həmin ədədi sadə vurğuların hasil şəklində yazmalıyıq. Baxaq görək necə yazırıq. 12/4. 12-ni yazacağam. 2/2 vurulsun 3 üstü 4. İndi burada olacaq 2/2 üstü 4 vurulsun 3/4. Bərabər 2/2 üstü 4 olacaq. Yəni burada üstlər vurulur. 2-ni 4-ə vursa 8. O 2/8 vurulsun 3/4. İndi baxın, verilən ədədi sadə vurğuların hasili şəklində göstərdik. Natural bölənlərin sayını tapanda hər qüvvətin üzərinə 1 gəlib hasilini tapır. Olacaq 8 + 1 vurulsun 4 + 1. Olur 9 vurulsun 5 bərabərdir 45. Doğru cavab D variantı. Baxaq 12-ci məsələyə. Deyir ki, 3A 5B ədədi 75-ə tam bölünürsə A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. Deməli, ədədimiz 3A 5B-dir. Bu ədəd 75-ə tam bölünür. 75-ə bölünməsi üçün o ədəd həm 3-ə bölünməlidir, həm də 25-ə bölünməlidir. 25-ə bölünməsi üçün ədədin son 2 rəqəmi 0, 0, 25, 50, 75 olmalıdır. İndi bizim ədəddə son 2 rəqəm 5B-dir. Yəni burada B bərabərdir 0 olmalıdır ki, yəni 50 olsun, həmin ədəd 25-ə bölünsün. Deməli, bir də yoxlayırıq 3-ə bölünməsi üçün. Deməli, B 0 olsa bizim ədədimiz olacaq belə. İndi bu ədəd həm də 3-ə bölünməlidir. 3-ə bölünməsi üçün ədədin rəqəmlərinin cəmi 3-ə bölünməlidir. Burada rəqəmlərin cəmi olacaq A üstə gəlir 8. İndi burada A rəqəmlər, yəni 0-dan 9-a kimi hər hansı bir rəqəmdir. A 0 olsa 8 olar, 3-ə bölünmür. 1 olsa 9 olar, 9 3-ə bölünür. 2 olsa 10 olur, bölünmür. 3 olsa 11 olur, 4 olsa 12 olur. Yəni 3-ə bölünür. Daha sonra 5 olsa 13 olur, bölünmür. 6 olsa 14 olur, bölünmür. 7 olsa 15 olur. Yəni bir də A-nın mümkün qiyməti 7-dir. 8, 9, yəni olanda bölünmür, 3-ə bölünmür. Artıq dedik ki, A rəqəmdir, yəni 0-dan 9-a kimi olmalıdır. Deməli, A-nın mümkün qiymətləri oldu 1, 4, 7. Bunların cəmini soruşur. 1 üstə gəl, 4 üstə gəl, 7 olacaq 12. Doğru cavab B variantı. Baxaq növbəti məsələyə. Deyir ki, 10 bölünsün 3x, y bərabərdir. 6 bölünsün 9y kvadratı tənasübündən x bölü y nisbətini tapın. Deməli, tənasübdə kənar hədlərin hasili, yəni kənar hədlər 10 ilə 9y kvadratdır. Kənar hədlərin hasili bərabərdir orta hədlərin hasilinə. 10 vurulsun 9y kvadratı bərabər olmalıdır 3xy vurulsun 6-ya. Buradan 90y kvadratı bərabər olur 18xy. Burada yəni 18-ə bölürük, 5 düşür. Olur 5y kvadratı bərabər olur xy. Daha sonra burada y-ə bölsək hər tərəfə olacaq 5y bərabərdir x-ə. Burada y bərabər olur k-ya, x də bərabər olur 5k-ya. Bizdən x bölü y nisbətini soruşur. Yəni 5k bölünsün k-ya. Olacaq 5-ə. Doğru cavab Y variantı. Baxaq növbəti məsələyə. Deyir ki, uzunluğu 300 cm olan parça üzərində qeyd olunmuş nöqtə onun birinin uzunluğu digərinin uzunluğunun 7-də 3 hissəsini təşkil edən 2 parçaya ayırır. Alınan parçalardan böyüyünün uzunluğunu tapın. Deməli, bu parçalardan birini götürəcəm x, digəri olacaq bunun 7-də 3 hissəsi. Yəni 7-də 3 x. Bunların cəmi olmalıdır 300. Yəni x plus 7-də 3x bərabər olmalıdır 300-ə. Olur 1 tam 7-də 3x bərabərdir 300. 7-də 10x bərabərdir 300. Buradan x-i tapsaq 300-ü bölməliyik 7-də 10-a. Buradan böləndə ikinci kəsir tərsinə çevirib vururuq. Olur 10-da 7. İxtisar gedir. 30-u 7-yə vururuq. Olur 210. Deməli, bölünən parçalardan biri 210-dur. Digəri də 7-də 3 hissəsidir. Yəni 7-də 3 vurulsun 210. Olacaq 90. Deyir, alınan parçalardan böyünün uzunluğunu tapın. Böyünün uzunluğu 210 cm olur. Doğru cavab D variantı. Baxaq növbəti məsələyə. Deyir ki, 150-də 11 kiçikdir 50-də x, kiçikdir 5-də 1. Bu bərabərsizliyi ödəyən x-in natural qiymətlərinin cəmini tapın. Bunun üçün biz əvvəlcə bu verilən kəsirləri ortaq məxrəcə gətirməliyik. 50-də x-i də 150 məxrəcinə gətirsək olacaq 150-də 3x. Kiçikdir 5-də 1 də 150 məxrəcinə gətirir, olur 150-də 30. Məxrəclər eynidir. Deməli, buradan alırıq ki, 3x 11-dən böyük, 30-dan kiçik olmalıdır. Hər tərəfi 3-ə bölsək, olacaq 11 bölünsün 3, kiçik 3x-i 3-ə bölürük x, kiçik 30-u 3-ə bölürük 10. Deməli, x, onu qarşı ədədə çevirsək, yəni tamını ayırsaq, olacaq 3/2. Yəni, x 3/2-dən böyük, ondan kiçik olmalıdır. Burada x-in natural qiymətlərini soruşur. Deməli, x-in natural qiymətləri olacaq 4, 5, 6, 7, 8, 9. Bunların cəmini soruşur bizdən. Yəni, bunların cəmini tapmalıyıq. Deməli, olacaq 39. Doğru cavab Y variantıdır.
Baxaq növbəti məsələyə. Deyir ki, 3 bölünsün x bərabərdir 9 bölünsün 5 tənasübündən 1 böl x-i tapın. Demək, tənasübün orta hədlərin hasili kənar hədlərin hasilinə bərabər olmalıdır. Olacaq 9 vurulsun x bərabərdir 3 vurulsun 5-ə. Buradan 9x bərabərdir 15, x də bərabərdir 9-da 15. Bunu ixtisar etsək, olacaq 3-də 5. 3-də 5. Bizdən 1 böl x-i soruşur. Yəni 1 bölünsün x bərabər olacaq. 3-də 5-in tərsi olacaq 5-də 3-ə. Bunu da indi onluq kəsrə çevirsək, olacaq 0,6. Doğru cavab 0,6-dır burada. Baxaq növbəti məsələyə. Deyir ki, 2a plus 5 və ab minus 10 qarşılıqlı sadə ədədləri üçün 2a plus 5 bölünsün ab minus 10 bərabər 200-152 olarsa a plus b cəmini tapın. Deməli, baxın, surət və məxrəc deyir qarşılıqlı sadədir. Qarşılıqlı sadədirsə bu kəsir ixtisar olunmayan kəsirdir. 2a plus 5 ab minus 10 bərabərdir 200-152-yə. İndi biz bunu ixtisar etsək surət və məxrəcinə. Yəni 8-ə bölsək, bura düşəcək 25, bura düşəcək 19. Yəni 25-də 19 olur. Baxın, 25-də 19 ixtisar olunmayan kəsirdir. 19 ilə 25 qarşılıqlı sadə ədədləri. Deməli, buradan alırıq ki, 2a plus 5 19 olmalıdır. ab minus 10 da 25 olmalıdır. Birincidən a-nı tapırıq. 2a bərabər olur 14-ə, a da bərabər olur 7-yə. Gətirib ikinci bərabərlikdə a-nın yerinə 7 yazır. Olur 7b minus 10 bərabərdir 25. 7b bərabərdir 35, b də bərabərdir 5-ə. Buradan a plus b cəmini soruşur. Yəni 7 plus 5 bərabər olur 12-yə. Doğru cavab 12-dir. Baxaq növbətiyə. A paraleldir b olarsa alfa bucağını tapın. Belə bir şəkil veriləndə, baxın çökək hissə, yəni 70 dərəcə bərabər olmalıdır. 150 plus alfa minus 180-dir. İndi buradan alfanı tapaq. Olacaq 150 plus alfa bərabərdir. 70 ilə 180-də toplayır. Olur 250 dərəcə. Buradan alfanı tapsaq 250-dən çıxırıq 150-ni. Alfa bərabər olur 100-ə. Deməli, alfa 100 dərəcədir. Baxırıq 19-cu suala. Deyir ki, açıq bucağın təpə nöqtəsindən keçən iki şua onu ardıcıl olaraq 1 böl 3 böl 5 nisbətində 3 bucağa bölür. Birinci və üçüncü bucağın tənbölənləri arasındakı bucağı tapın. Biz əvvəlcə bu bucaqların dərəcə ölçülərini tapaq. Birinci bucaq olacaq k, ikinci bucaq 3k, üçüncü bucaq isə olacaq 5k. Açıq bucaq bu 3 dənə bucağa bölündüyünə görə bu 3 bucağın cəmi olmalıdır 180 dərəcə. Yəni k üstəgəl 3k üstəgəl 5k bərabər olur 180-ə. Buradan 9k bərabər olacaq 180-ə, k də bərabər olur 20-yə. Demək, bucaqlardan biri 20 dərəcədir, digəri 3 vur 20 olacaq 60. Üçüncüsü burada 5-dir. 5 vur 20 bərabər olacaq 100-ə. Və bunun şəklini çəkək. Açıq bucaqdır. Deməli, 2 dənə şua çəkilir. Baxın, belə çəkək. İndi burada fərqli rənglərini göstərək. Baxın, birinci bucağın tənböləni. Bu tənbölənini çəkirəm. Yəni, bu bucaqdan bu bucaq bərabərdir. Üçüncü bucağın tənböləni bu olacaq. Bizdən bu tənbölənlər arasındakı bucağı soruşur. Baxaq, biz burada bucaqları tapmışdıq. Birinci bucaq 20 dərəcədir. Onun tənböləni çəkildiyinə görə bu bucaqlardan biri olacaq. Yəni, hər ikisi olacaq 10 dərəcə. Daha sonra, baxın, bu ortadakı bucaq 60 dərəcədir. Bura 60 dərəcə. Üçüncü bucaq 100 dərəcədir. Tənböləni çəkilib, yəni 50-50 bölünür. İndi burada biz tənbölənlər arasındakı bucağı tapmaq üçün biz 10 plus 60 plus 50. Bunların cəmini tapmalıyıq. Olacaq 120 dərəcə. Burada doğru cavab 120 olur. Baxaq növbəti məsələyə. Deyir ki, bucağa qonşu olan iki bucağın cəmi 220 dərəcəyə bərabərdir. Bu bucağın dərəcə ölçüsünü tapın. Baxaq, deməli, şəkli çəkək. Baxın, bucağa qonşu olan iki bucaq. Tutaq ki, bucaq olsun alfa bucağı. Bu bucağa qonşu olan iki bucağın cəmi 220-dir. Baxın, bu alfa bucağına qonşu olan bucaqlar bir bucağı ilə iki bucağıdır. Bunların cəmi deyir 220 dərəcədir. Yəni, bucaq 1 ilə bucaq 2-nin cəmi 220 dərəcədir. Alfaya qonşu olan bu bir bucaq ilə iki bucaq qarşılıqlı bucaqlardır. Bir-birinə bərabər, yəni bucaq 1 bərabərdir bucaq 2-yə. Onda, baxın, cəmləri 220 olduğuna görə bunların hər biri olacaq 110 dərəcə. Yəni, 220-ni 2-yə bölür, olur 110 dərəcə. İndi bucaq 2 də 110 dərəcədir, bucaq 1 də 110 dərəcədir. Alfa bucağı da bunlara qonşu olan bucaqdır. Qonşu bucaqların cəmi də 180 dərəcədir. Yəni, alfa ilə 110-un cəmi olmalıdır 180 dərəcə. Buradan alfanı tapırıq, 180-dən 110-u çıxırıq, olur 70 dərəcə. Doğru cavab 70. Baxaq növbəti məsələyə. Deyir ki, 3/2 hissəsi 120 olan ədədin 4/3 hissəsini tapın. Hissəsinə görə ədədi tapanda ədədi hissə göstərən kəsirə vururuq. 3/2 hissəsi 120 olan ədəd olacaq 120 bölünsün 3/2. İndi bu ədədin 4/3 hissəsini tapın deyirsə, ədədin hissəsini tapanda 4/3-ə vururuq. Yəni, biz bunu hesablamalıyıq. 120-ni 3/2-yə bölmək, elə 120-ni 2/3-ə vurmaq deməkdir. Vurulsun 4/3. Burada ixtisar etsək, 120 ilə 2-ni, bura düşür 60. 60 ilə 4-ü ixtisar etsək, bura düşür 15. Olur 15 vurulsun 3 vurulsun 3. Olacaq 135. Burada alırıq ki, 135 doğru cavab. Baxaq növbəti məsələyə. Deyir ki,
AB 2 rəqəmli ədəd üçün AB minus BA bölünsün A plus B bərabərdir 6 olarsa AB ədədinin natural bölənlərinin sayını tapın. AB üstü xət minus BA üstü xət bölünsün A plus B bərabərdir 6-ya. Biz əvvəlcə bu sol tərəfdə AB ilə BA-nın açılışını yazaq. AB olacaq 10A plus B minus BA olacaq 10B plus A. Qabaqda mənfi olduğuna görə olacaq 10B minus A. Bölünsün A plus B bərabərdir 6-ya. Surəti sadələşdirirsək 10A-dan A-nı çıxırıq olur 9A. B-dən 10B-ni çıxırıq olur mənfi 9B. Bölünsün A plus B bərabərdir 6-ya. Burada 9A minus 9B bərabərdir. 6-nı A plus B-yə vursaq olacaq 6A plus 6B. 6A-nı sol tərəfə, mənfi 9B-ni sağ tərəfə keçirdik. Olacaq 9A minus 6A bərabərdir 6B plus 9B. Buradan alırıq ki 3A bərabərdir 15B. Hər tərəfi 3-ə bölsək alırıq ki A bərabərdir 5B. İndi burada A bərabərdir 5B olduğuna görə olacaq A olacaq 5K, B olacaq K. Buradan K'nın da ən kiçik qiyməti 1 olur. Çünki belə deyim, yəni K 1 olanda bu bərabərliyi ödənir. Yəni baxaq, K'ya 1 versək A olacaq 5, B olacaq 1. K'ya 2 versək A olacaq 10. A 10 ola bilməz, çünki bu 2 rəqəmli ədədin rəqəmləridir. A 10 ola bilməz. Deməli, ən kiçik qiymət ilə K'nın ən kiçik qiyməti 1-dir. Buradan AB ədədini tapaq. Deməli, AB üstü xətt bərabər olacaq. A5-dir, B1 olur 51. İndi bizə deyir ki, 51-in natural bölənlərin sayını tapın. Natural bölənlərin sayını tapmaq üçün 51 ədədini sadə vuruqlara ayırırıq. 51-i 3-ə bölürük. Olacaq 17. 17-ni də 17-yə bölürük 1. Deməli, 51 bərabərdir. 3 üstü 1 vurulsun 17 üstü 1. Natural bölənləri tapanda da hər qüvvətin üzərinə 1 gəlib hasilini tapırıq. Olacaq 2 vur 2, 4. 22-də doğru cavab 4. Baxaq 23-ə. Deyir ki, əço 5x 6x vurulsun əbo 5x 6x bərabərdir. 24x kvadrat plus 18x plus 24 olarsa x-i tapın. Deməli, burada nə edirik? Əço 5x 6x. Bunu sadələşdirək. Baxın, x-i əçobun xaricinə çıxarsam, olacaq x vurulsun əçob 5, 6. 5 ilə 6 qarşılıqlı sadə ədədlərdir. Əçob olacaq 1B-nin hasili, yəni 30. Deməli, qabaqda da x var, olacaq 30x. Daha sonra əbobu da eyni şəkildə yazsaq, əbob 5x, 6x bərabər. X-i əbobun xaricinə çıxarsaq, olacaq x vurulsun əbob 5, 6. 5 ilə 6 da qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. Olacaq x-ə. İndi gətirib yerinə yazsaq, olacaq 30x vurulsun x bərabərdir 24x-in kvadratı plus 18x plus 24. Olacaq 30x-in kvadratı bərabərdir 24x-in kvadratı plus 18x plus 24. İndi bu sağdakıları sol tərəfə keçirsək, olacaq 6x-in kvadratı minus 18x minus 24 bərabərdir 0. Hər tərəfi 6-ya bölsək, olacaq x kvadratı minus 3x minus 4 bərabərdir 0. Bu kvadrat tənliyin köklərini tapmalıyıq. Deməli, Viet teoreminə görə kökləri, yəni x1 ilə x2-nin cəmi 3 olmalıdır. x1 vur x2 isə mənfi 4-ə bərabər olmalıdır. Buradan alırıq ki, yəni x1 bərabər olacaq 4-ə, x2 bərabər olacaq mənfi 1-ə. İndi x1 kənar köşdür, yəni mənfi 1 kənar köşdür. Biz x-i tapırıq da, yəni 4-ü, müsbəti tapırıq. Olacaq doğru cavab 4. Baxaq növbəti məsələyə. Burada deyir ki, AC paraleldir BD-yə, AB kəsən AY tənbölən və BAY bərabər x plus 26 dərəcə, bucaq AYD bərabər 4x plus 4 dərəcə olarsa, bucaq ABY-ni tapın. Baxın, AY tənböləndir. BAY x plus 26-dırsa, baxın, bura x plus 26-dırsa, bu bucaq da x plus 26 olmalı. Çünki AY tənböləndir. AYD-ni də verib 4x plus 4. Bura yazırıq. İndi baxın, AC ilə BD paralel düzxətlərdir, AY də kəsəndir. Burada əmələ gələn, baxın, bu iki bucaq daxili bir tərəfli bucaqlardır. Cəmləri olmalıdır 180 dərəcə. Yəni x plus 26 plus 4x plus 4 bərabər olmalıdır 180-ə. Buradan 5x plus 30 bərabər olur 180-ə, 5x bərabər olur 150-yə, x də bərabər olur 30-a. X-i tapdıq 30. İndi gətirək burada yerinə yazaq. X-i 30 tapmışıq. Onda 30 plus 26, baxın, bu bucaq da olacaq 56, bu bucaq da olacaq 56. Onda bütöv BAC bucağı olacaq 112. 56 ilə 56-nı toplayırıq 112. Baxın, bu bucaq olur 112 dərəcə. İndi AC ilə BD paralel düz xətlərini AB ilə kəsirəm. Baxın, AB ilə kəsirəm. Burada əmələ gələn bu ABY bucağı ilə BAC, yəni 112 dərəcə bucaq daxili bir tərəfli bucaqlardır. Cəmləri olmalı 180 dərəcə. Yəni bu ABY-ni alfa ilə işarə etsəm, alfa ilə 112 dərəcə cəmi olmalıdır 180 dərəcə. Buradan alfanı tapırıq. 180-dən 112-ni çıxırsa olur 68 dərəcə. Doğru cavab olur 68. Baxaq 25-ə. Deyir ki, uyğun tərəfləri perpendikulyar olan və dərəcə ölçüləri tam olan iki müxtəlif növlü bucaqların əbobu 12 dərəcə olarsa, bu bucaqlardan kiçik olanın ən böyük qiymətinin dərəcə ölçüsünü tapın. Deməli, 2 dənə bucaqdır. Alfadır, bir də betadır. Bunlar uyğun tərəfləri perpendikulyar olan bucaqlardır. Müxtəlif adlı olduqlarına görə cəmləri olmalıdır 180 dərəcə.
Yəni alfa ilə betanın cəmi 180 dərəcə olmalıdır. Bunlardan deyək ki, əbobu 12-dir. Yəni əbob alfa beta bərabərdir 12. Bu nə deməkdir? Baxın, əgər 2 dənə ədədin əbobu 12-dirsə, deməli alfa da 12-yə bölünür, beta da 12-yə bölünür. İndi buradan alfa bərabərdir 12a, beta bərabərdir 12b yazıram. Burada a və b qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlər. Buradan yazaq. Çünki yəni ortaq bölənləri yoxdur da. Əbobu 12-dirsə, 12-ni artıq çıxartmışam. A ilə b qarşılıqlı sadə olmalıdır ki, artıq ortaq bölənləri olmasın da, elə əbobları 12 olsun. Deməli, alfa ilə beta uyğun tərəfləri perpendikulyar olan müxtəlif adlı bucaqlar olduğuna görə cəmləri 180 dərəcədir. Gətirək yazaq. 12a plus 12b bərabər olmalıdır 180-ə. Buradan 12-ni çıxarsaq mötərizə xaricində olacaq 12 vurulsun a plus b bərabərdir 180-ə. Hər tərəfi 12-yə bölsək, alırıq ki, a plus b bərabərdir 15-ə. İndi baxaq. Burada müxtəlif hallar ola bilər. A ilə b. A ilə b qarşılıqlı sadə ədədlərdir. Cəmləri də 15-dir. A 1 olsa, b olacaq 14. Qarşılıqlı sadədir. A 2 olsa, b olacaq 13. Qarşılıqlı sadədir. A 3 olsa, b olmalıdır 12. Qarşılıqlı sadə deyil. A 4 olsa, b olacaq 11. Qarşılıqlı sadədir. 5 olsa, 10 olmalıdır. Qarşılıqlı sadə deyil. 6 olsa, 9 olmalıdır. Qarşılıqlı sadə deyil. 7 olsa, A 7 olsa, b olmalıdır 8. Bunlar da qarşılıqlı sadədir. Deməli, baxın, mümkün hallar bunlardır. İndi deyək ki, ən kiçiyinin ən böyük qiymətinin dərəcə ölçüsünü tapın. Deməli, burada kiçiyi bunlardır da, 12a-dır. İndi bunlardan da ən böyüyü a-nın 7 qiymətində olacaq. Alfa bərabərdir 12 vurulsun 7 bərabər olmalıdır 84-ə. 25-də də doğru cavab 84.